Это до конца текущего года. Ukrayna ilə bağlı qərar bu ilin sonuna kimi qəbul olunacaq. Bu bir neçə məqamla bağlıdır. Trump artıq Ukraynada sülhə nail olacağını elan edib. Bu onun Nobel sülh mükafatına iddiasında əsas vəzifələrdən biridir. Biz bilirik ki, yanvar ayının sonu bu mükafata iddiaçıların son müraciət tarixidir. Ona görə də yanvarın ortalarına kimi Trump Ukrayna məsələsini həll etməlidir. Ukraynada sülhlə bağlı sənəd yanvarın ortalarına kimi imzalanacaq. Lakin tam imzalanma prosesi biraz uzun çəkəcək. Amma əsas məsələ hərbi əməliyyatların dayandırılmasıdır ki, bu da yanvarın ortalarında baş verəcək. Скорее всего, это будет где-то на третьей территории. Rusiyalı ekspert Kreml ilə Vaşinqton arasında kulis arxasında ticarətin təkcə Ukrayna ilə bağlı olmadığını, sövdələşmədə Venezuelanın da yer ala biləcəyini iddia edib. Bildirib ki, ABŞ Ukrayna məsələsində Rusiyanın milli maraqlarını güzəştə gedəcəyi təqdirdə, Moskva da Vaşinqtonun Karib hövzəsində maraqları, xüsusilə də Venezuela məsələsində bitərəflik nümayiş etdirə bilər. Düşünürəm ki, bu məsələ Budapeştdə planlaşdırılan görüşdə əsas müzakirə mövzulardan biri olmalı idi. Biz qlobal cənubun aktivləşdiyini müşahidə edirik və bura təkcə Venezuela daxil deyil, Braziliya və digərləri də daxildir. Biz Amerika Birləşmiş Ştatlarının Karib hövzəsində narkotrafikə qarşı mübarizəsini görürük. Vaşinqtonun hərbi əməliyyatlar keçirməsi, hətta Maduro hakimiyyətinə devirməsi də mümkündür. Ukraynada Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında razılığın əldə olunması bunu mümkün edə bilər. Rəsmi Moskva isə israrla ABŞ-nin Ukrayna nizamlanması konsepsiyasının nədən ibarət olduğunu, Vaşinqtonun təkliflərində hansı müddəaların yer aldığını gizli saxlayır. Rəsmi Moskva Rusiya-Amerika təmasları zamanı Venezuela məsələsinin heç vaxt qaldırılmadığını, Moskva ilə Vaşinqton arasında Karib dənizindəki vəziyyət və Amerika qoşunlarının orada cəmləşməsi ilə bağlı məsələnin müzakirə olunmadığını bəyan edib. Kreml hesab edir ki, Venezuela ətrafında baş verənlər beynəlxalq hüquq əsasında həll edilməlidir. Bununla belə Rusiyada hesab edirlər ki, Suriya məsələsində Rusiya ilə Türkiyə arasında olduğu kimi, Venezuela problematikası da Ukrayna nizamlanması ilə bağlı Moskva və Vaşinqton arasında sövdələşmə predmeti ola bilər. Fərid Əkbərov, İTV Xəbər, Moskva.